Şəmkirdə dəhşətli qətl hadisəsi baş verib. Hadisə Qaracəmirli kəndində qeydə alınıb. Kənd sakini 33 yaşlı Anar Allahverdiyev küt alətlə 66 yaşlı anası Çiçək Sərdarovanı qətlə yetirib. O daha sonra üzərinə sürtkü yağı tökərək özünü yandırıb. Hər iki şəxs hadisə yerində ölüblər. Əməkdaşlarımız hadisənin baş verdiyi rayonun Qaracəmirli kəndində olub. Anası küt alətlə qətlə yetirən Anar Allahverdiyevin yaxınları bildiriblər ki, onun son vaxtlar psixoloji problemləri yaranıb. Qohumların sözlərinə görə Anar Allahverdiyev Azərbaycan Texnik Universitetini bitirib. O işə qəbul olmaq üçün bir neçə dəfə imtahan verib, lakin bütün imtahanlardan kəsilib. Yaxınları onu da qeyd ediblər ki, Anar Allahverdiyev bir müddət əvvəl yenidən imtahan verib, elə bu imtahandan keçə bilməyib. Bundan sonra 33 yaşlı Anar özünə qapanıb. Mərhumun atası bildirib ki, hadisə baş verən vaxtda oğlu ilə həyat yoldaşı evdə tək olub. Atanın sözlərinə görə anası həmişə oğluna deyirmiş ki, atana köməklik et. Bu Texnologiya Universitetini qutarıb kömrü şöbəsini, ağır fakültədir. Neçə də Bakıya getdi, imtahan verdi, girənmədi. Evdə də sözə baxmırdı. Belə maması deyir də, bala girənmədin, hamı həyatında işləyir, panik əkir, gəl panik əki ilə. Deyirdi, yox, mən panik əkmirəm. Biz də evdə olmamışıq, o biri oğlumla mən. Mən oraya getmişəm, o biri oğlum da maşını qırığı vardı, onu remonta gedib. Maması deyir ki, nə bala, qardaşım burada yoxdur, papan burada yoxdur. Bunların sözünə bax, papan pensiyalı, qardaşın da işləməkdən ölür, qardaşına kömək elə. Belə bunun üstündə mamasını vurub da, deyir, niyə elə deyirsən bana? Oğlu tərəfindən qətlə yetirilən 66 yaşlı Çiçək Sərdarovanın yaxınları onun çox sakit bir qadın olduğunu bildiriblər. 66 yaşlı qadın uzun müddət Qaracəmirli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib. Ötən il isə Çiçək Sərdarova təqaüdə çıxıb. Qohumların sözlərinə görə Anar anasını qab yuyan zaman qətlə yetirib. Çəkişlə vurub, yıxılıb. Özünü də yandırıb, həyətin o tərəfindədir. Gəldim, deyir, belə gördüm bunları. Nə səs, nə küy, heç nə. Bir yoldaşım deyir, xırıldayır. Belə bir psikli imtahanına 2-3 dəfə kəsildi. Özünə qapandı, bu uşaq ki, mən niyə kəsildim? Bu cür imtahan, məktəb oxumuşam, mən kəsildim. Yəqin beyninə nəsə yerləşib da. Qav yediyi yerdə buradaca, piyaninanın yanında. Başına vurub çəkişlə. Qeyd edək ki, qətlə yetirilən 66 yaşlı Çiçək Sərdarovanın 3 oğlu olub. Anasını qətlə yetirən 33 yaşlı Anar Allahverdiyev subay olub. İmtahanlardan kəsildiyinə görə ruhi sarsıntı keçirib və bunun nəticəsində psixoloji problemləri yaranıb. Ana və oğlun meyiti müayinə olunmaq üçün məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinin publik hüquqi şəxsin Şəmkir rayon şöbəsinə təhvil verilib. Meyit müayinə olunduqdan sonra ailəsinə verilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.